Oktyabrın əvvəlində Düşənbədə barışıq havası sezilsə də, Ramiz Mehdiyevin xəyanət ittihamı ilə həbs olunması Bakı ilə Moskva arasındakı əlaqələrin hələ tam normallaşmadığını göstərir. Euro-Asia Net portalı yazır ki, Əliyev ailəsinin uzun illərdir yaxın müttəfiqi olan Ramiz Mehdiyevin xəyanət ittihamı ilə həbs olunması Bakının Moskva ilə münasibətlərinin hələ də tam stabil olmadığını göstərir. Bu, Putinin Əliyevə mesajıdır. Rusiyadan uzaqlaşma yoxsa rejimin qorunmayacaq. Siyasi şərhçi Arif Yunus isə hesab edir ki, baş verənlər sadəcə bir şoudur. Ramiz Mehdiyevin bütün sərvətini ələ keçirmək üçün hazırlanmış bir şou. Çox sözsüz ki, daxili məsələlərlə bağlı bir məsələdir. Yəni daxili. Yəni bu çoxdan bunu biz gözləyirdik. Biz gözəl bilirdik ki, Ramiz Mehdiyev kimdir? Gözəl bilirdik ki, bəs Ramiz Mehdiyev hələ Sovet dövründə komünist ideologiyasının o rəhbəridir. Yəni bu ideologiyanın rəhbəri idi, bu işlərlə məşğul oldu. Sonra Heydər Əliyev ikinci dəfə Heydər Əliyev hakimiyyətə gələndən sonra yenə də ideologiyanın rəhbəri idi. Yəni bu ideologiya məsələlərlə məşğul oldu və artıq kommunizmi dəyişdirdiyi Heydər Əliyev ideologiyasına bağlı. Əlbəttə o böyük rol oynayırdı. Biz onu elə belə demirdik ki, o boz kardinaldır. Hər şey aydındır. Amma 19-cu ildə onun işi qutardı. O vaxtdan bugünə kimi Azərbaycanda yalnız bir klan, bir tayfa, Paşayev tayfası, onlar hər şeyi nəzarət altında saxlayırlar. Son il ərzində Ramiz Mehdiyev faktiki olaraq ev dustağı idi. Onun bütün onunla bağlı nə varsa nəzarət altında, hakimiyyətin nəzarət altında idi. İstər telefonla bağlı, istər kim misal gəlirdi onun yanına görüşlərlə bağlı, hər şey nəzarət altında. 3 il ərzində. Yəni aydın məsələdir ki, onun vaxtı yalnız indi gəldi. Və vaxt deyəndə orada söhbət nədən gedir? Mən heç inanmıram ki, axıra kimi işçiliklər alacaq. Sadəcə olaraq Ramiz Mehdiyevin bütün sərvətləri ondan alacaqlar. Orada tək onun yox, onun qohumların, ona yaxın olan şəxslər hamısını alandan sonra bizə məlumat verəcəklər ki, sən demə orada o qədər ciddi deyil. Sağ olun. Bütün o irəli sürülmüş ittihamlar o cümlədən sui-qəsdlə yaxud dövlət çevrilişinə həqiqətən uyğundur. Yəni istintaq zamanı aydın oldu ki, bu yanlış bir məlumatdır. Humanistlik addım bunu buraxacaqlar. Məqalədə yazılıb ki, Mehdiyevin çöküşünə dair rəsmi məlumatlarda bu hadisənin arxasında hələ tam açıqlanmamış intriqaların olduğuna işarələr var. Ən maraqlısı isə APA-nın məlumatında qeyd olunur ki, Mehdiyev Rusiyaya Əliyevi əvəz edəcək müvəqqəti dövlət şurasının digər üzvlərinin siyasını da verib. Lakin oktyabrın 20-sinə qədər hələ heç bir yeni ad açıqlanmayıb və bu planla bağlı əlavə həbs olunmuş şəxs yoxdur. Rəsmi versiyada Mehdiyevin çevriliş ideyası ilə Rusiyaya müraciət etdiyi qeyd olunur. Lakin uzun müddət Azərbaycan siyasətini izləyən bəzi müşahidəçilər şübhələnirlər ki, əslində Moskva Mehdiyevi əvvəlcə öz təşəbbüsü ilə yaxınlaşdırmış və daha sonra onun uğursuz olacağını görüb ələ vermiş ola bilər. Mən inanmıram ki, bu misal üçün Ramiz Mehdiyevin məsələsində Putinin əli vardı. Yəni bu Azərbaycan mətbuatında yazılır, yəni hətta belə bir məlumatlar da yayırlar ki, güya bu Putin satdı Ramiz Mehdiyevi. Bilirsiniz, bu həddincə qeyri-ciddi bir yanaşmadır ki, bəs güya Putin satdı. Putin öz agenti satdı ki, nədir? Sonra Azərbaycanda Rusiya qarşı kampaniya başlasın. Haçandan belə şeylər olur? Yəni, haçan deyirlər ki, Putin tərəfindən tuham ki, Ramiz Mehdiyev, yəni Putin, necə bizimkilər yazırlar ki, bezib Ramiz Mehdiyevin işlərlə bağlı və onu satdı, məlumatı verdi, hamısını verdi. Yaxşı, Putin nə qazandı? Nəsə qazandı? Azərbaycanda səhərdən axşama kimi Rusiyanı indi söyürlər, tənqid edirlər. Adətən o ittihamlara baxın, Ramiz Mehdiyevin ittihamları. Axı bu həddincə çox ağır ittihamlardır. Vətən xainidir. Hətta yəni dövlət çevriliş öz yerində, üstəlik o azda hələ dedilər ki, güya o İlham Əliyevə qarşı sui-qəsdi hazırlayırdı. Belə şəxsi, yəni birincisi ev dustağı buraxmırlar. İkincisi, əgər belə ittihamlar olan yerdə adətən Azərbaycanda yaxşı bilirsiniz ki, həmişə erməni faktoru üzə çıxır ki, bax, bu da erməni lobisi, erməni faktoru. Uzağı olmayanda erməni deyir ki, İran. Rusiyada söhbət gedir. Rusiya nə qazandı?
heç nə qazanmadı. Portal bunu da qeyd edir ki, Bakının Ermənistanla sülh prosesi və orta dəhliz ticarət yolunu genişləndirmək səylərinin necə irəliləyəcəyi diqqətlə izlənilməlidir. Çünki bu Azərbaycan-Rusiya münasibətlərinə birbaşa təsir edən amildir.